Rus çok şey istiyor. Putin səhv edir böyük. Bütün o Rusiyanı. Yazıqlar elə bizdən o Rus milləti bir əməlli başlı yaşayır. Yox, heç bir şey. Valla biz onlardan yaxşı yaşayırıq. O Rusu öz millətini də yaxşı yaşatmır. Onlarda da yüksək korrupsiya var. Onlarda da vicdansızlıqlar çoxdur. Sənin Moskvadan Ural dağlarına qara torpaq zonadır. Oraların hamısını əkdir də, becərt qoyurlar, milyoner olsunlar. Bütün dünyanın yeraltı qazıntıları səndə çoxdur. Rusya. Onları elə günə yaşat xalqını. Sən gəlib Qarabağda orada bir yer tutsan ki, Zəngilanın qızılını aparasan, nə bilim mən Kəlbəcərin qızılını aparasan, orada gümüş də var, qızıl da var, hər şey var orada. Elə olmaz. O köhnədə qaldı. 19-cu əsr, 20-ci əsrdə qaldı. Rusiya yox. Mən Putinə deyirəm. Sən düz siyasət yeritmirsən. Sən bununla, bax, Özbəkistanda bir hoqqa çıxardıbsan. Gürcüstanda bir hoqqa çıxardıb. Azərbaycanda bir hoqqa çıxardıb. Pridnestroviyada bir hoqqa çıxardıb. Moldova. Belə şey olar mı sən? Sən zorla özünə tabi elə bilərsən məni. Azad dünyadır. Sən o dövrən gedib 21-ci əsrdə bir ayıl baxın. Ayıl bax. Çox hörmətli Putin. Mən sənədir sözüm. Mənim xalqımdan əl çək. 1828-ci ildən bəri mənim torpaqlarım alıb. Sən elə deyirsən ki, bu Rusiyandır. Rusiya, sənin dövlətinin himi, Moskvanın himi 1141-ci ildə qurulub. Hələ sənin hökumət halına düşməyin, bilirsən hardan? O Knyaz Dmitri Ivanovich Donskoydan sonra olub. 1300-cü illərdən sonra. Birinci əsrdə Qəbələ kimi mənim paytaxtım olub. Sonra Bərdə kimi paytaxtım olub. Gəncə kimi paytaxtım olub. Sən bizdən qabaq yaşamamsan. Putin səni, Rus xalqı burada yaşamayıb. Ayıl bax, düz bax. Düzgün qərar qəbul edir. Cəmaatı aldadıb, erməniləri aldada onların o diasporası, onların alimləri allada ki, Türk sənin düşmanıdır. Türk niyə düşman oldu? Sən inqilab et, sən qayıdıb Rusdan alıb da, tüfəngi alıb da qayıdıb Türkü qırırsan. And olsun Allah, yerlə yeşdən kəndləri məhv edib ermənilər. Andronikin dövründə. Məhv edib bütün Türkiyəni. Onda bu telini sığalamalı idi Andronikin. Bu da onu qıracaq da. Nə qədər qırılıb bizdən? Bizdən çox qırılıb nəinki onlardan. Yalan deyirlər bunların hamısı. Bunlar düzgün iş deyil. Bunu araştırsınlar, özləri də bilirlər. Araşdırıb da, Reaganın dövründə bu araşdırılıb. Bu hamısı qəbul olunub ki, belə şey olmuyor. Soyqırım məsələsi düzgün deyil. Bunlar məlumdur. Bunlar araşdırılıb hamısı. Amma siyasət görünək, düşmənçəlik siyasətindən... Ay ermənilər, mən sizə deyirəm, ay yazıqlar, ay bədbaxtlar. Necə sizin bir axsaqqalınız yoxdur? Necə sizin bir aliminiz yoxdur, normal aliminiz? Nə bilim, o Şahnazarov var, əvvəlcə atası Qarbaçovun mavini idi. O, SSR-ni dağdan bax, o Şahnazarov oldu. İndi də Rusiya ilə Türkiyəni müharibə elətdirməyə çalışırlar bunlar. Əvvəlcə Nalan Mıxavırdır, soyqırım olub, filan, fəstəkan olur. Belə şeylə sən nə Azərbaycana, nə Türkiyə qalib gələ bilməzsən.